ənənəvi yollar artıq etibarlı deyil. Azərbaycan niyə birdən-birə bu qədər önəmli oldu? Yəni yol varsa həyat var, ticarət var, aktivlik var. Orta dəhlizin də ən önəmli hissəsi məhz Azərbaycandır. Tək Azərbaycan, Cənubi Qafqaz yox, həmçinin də Mərkəzi Asiya ölkələrinin də dəhliz ölkələrinin dünyanın istehlak zəncirində rolu artır. Çox rahat olardı ki, müxtəlif istiqamətdə şaxəli bir yollar olsun və istədiyin yerə çox rahatlıqla gedib gələ bilər. Hər bir krizis yeni fürsətlərdir. Yük daşıyanlar üçün əslində çox şey lazım deyil. Yol olsun, sadələşmiş prosedur olsun və cəlb edici tarif olsun ki, bu yollardan istifadə edib öz yükünü daşıya bilir. Biz əslində yolun üstündə yerləşdiyimizdən servisdən qazana bilərik. Bunlar əlavə iş yerləridir. Biz bunun üzərində fikirləşməliyik. Rauf Ağamirzayev 1983-cü ildə Türkmənistan Respublikasının Nebid-Dağ şəhərində anadan olmuşdur. Orta təhsilini 3 nömrəli məktəbdə almış, ali təhsilini isə Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirmişdir. Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvüdür. Nəqliyyat və logistika üzrə ekspert kimi fəaliyyət göstərir. O, səyahət etməyi sevir və hal-hazırda subaydır. Rauf bəy, salam, xoş gəlmisiniz. Xoş gördük. Rauf bəy, bizim axırıncı müsahibədən sonra əslində mənə şəxsən çox suallar başladılar verməyə. Çünki bu, bilirsiniz, bu nəqliyyat dəhlizi elə mövzudur ki, yəni bitməyən bir mövzudur da, yəni. Suallar da həmişə yaranır. Baxın, indi situasiya, dünyadakı situasiyaya baxsaq, indi şimalda qonşumuz bir müharibə aparır, cənubda qonşumuz bir müharibə aparır, biz də ortada qalmışıq. Və son vaxtlar olan görüşlər, yəni dəyişikliklər məndə bir təəssürat yaradır ki, Azərbaycan niyə birdən-birə bu qədər önəmli oldu? Düşünürəm ki, əslində elə sual həm də cavabdır. Ənənəvi yollar get-gedə artıq etibarlı deyil. Yəni ənənəvi logistik marşrutlar, hansı ki, əsasən dəniz marşrutları idi. Burada şimalda baş verən müharibə quru dəhlizləri arasında ən önəmli yükə sahib olan şimal marşrutu idi. Bu da sanksiya səbəbindən və müharibə səbəbindən önəmin itirdi. Cənubdan isə əsasən dəniz marşrutları idi və burada da ilk olaraq Husilərin hücumu, marşrutun uzanması, konteynerlərin qıtlığı və son müharibə isə biraz da bu məsələni biraz da gərginləşdirdi. Yəni dünya üçün əhəmiyyətli olan Hörmüz boğazı bağlandı. Həm neft məhsullarının, həm gübrə məhsullarının oradan çıxışında bir problemlər yaratdı və dünya artıq dəyişikliklər astanasındadır. Yeni alternativlər axtarmaq astanasındadır. Bu mənada da orta dəhlizin əhəmiyyəti artır. Orta dəhlizin də ən önəmli hissəsi məhz Azərbaycandır. Çünki belə gətirdi ki, bizim həm şimalımız, həm cənubumuz həm sanksiya altındadır, həm də müharibə aparan ölkələrdir və bu orta dəhlizə marağı artırıb. Həmçinin də burada həcmlər düzdür. Yəni o deyil hələ ki. Çünki dünya dəniz daşımaları çox önəmli bir paya sahibdir. 90% dənizlə daşınır. Amma burada korrektələr baş verir və orta dəhlizə doğru maraq artır. Həm investisiya olaraq maraq artır, həmçinin də siyasi olaraq dividendlər qazandırır və şaxələndirmə yönündə deməli məsələləri gündəmə gətirir. Rauf bəy, onda belə deyim də, elə çıxır ki, əslində hadisələrin belə getməyi sərf edir də bizə. Ümumi olaraq bütün dəhliz ölkələrinə sərf edir və onların önəmini artırır və düşünürəm ki, burada fərqli deyək ki, ölkələrdə maraq fərqlidir. Yəni investisiya marağından söhbət gedir. Məsələn, son zamanlar Türkiyədə ciddi
beynəlxalq bankların yatırımları müşahidə olunur. Xüsusən şimal marşrutu olan yeni dəmir yolu tikilir İstanbulda. Bildiyimiz kimi Türkiyədə 2013-cü ildə Marmaray açıldı. Hansı ki Avropa ilə Asiyanı əlaqələndirirdi, amma əsasən sərnişin daşınma üçün fəaliyyət göstərir. Gecə saatlarında məhdud yük daşınma imkanları var. Və üçüncü körpü olan Yavuz Sultan Səlim körpüsündən yeni 125 kilometrlik bir dəmir yolu layihəsi icra olunacaq. 30 milyon ton yük illik, 33 milyon sərnişin daşınması hədəflənib. Burada həm iki qitəni əlaqələndirəcək, həm İstanbulun daxilində iki aeroportu əlaqələndirəcək, Sabiha Gökçənlə İstanbul aeroportun. Həmçində Avropaya quru marşrutunun önəmli bir hissəsini öz üzərinə götürəcək. Layihənin dəyəri 6 milyard 750 milyon dollardır. Və bunu da Dünya Bankı, Avropa Yenidən Qurma Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatlar öz üzərinə götürüb və artıq kreditlər ayrılmağa başlayıb. Digər layihə Türkiyə ərazisində Şərq-Qərb dəhlizinin Sivasın ilçəsi olan Divringdən Qarsa qədər və Gürcüstan sərhədinə qədər olan dəmir yolunun ikinci xəttin tikilməsi və elektriklənməsi. Buna da maliyyə ayırıblar və Qars, İğdır, Dilucu, Azərbaycan sərhədi dəmir yolu hansı ki tikilir, ona da 1 milyard 200 milyon pul ayırıblar. Yəni biz görürük ki, Türkiyə ərazisində yetərli xarici investorlar artıq məhz Şərq-Qərb dəhlizi üzrə önəmli hissələrə pul ayırırlar. Əslində bax siz məsələn 30 milyon dediniz də, yəni 30 milyon ton da məsələn. Bax o bir tərəfdən biz deyirik ki, öz tərəfimizdən yük götürmə qabiliyyəti bir müəyyən bir səviyyəyə gəlib çatıbdı bizdə, amma mən bilən heç biz 30-40 milyon tonu keçmirik də, yəni. Bizdə ümumi olaraq hal-hazırda daşınan yük 18 milyondur dəmir yolu üzrə, amma potensialımız bundan yüksəkdir. Yəni 88-ci ildə Azərbaycan dəmir yolu 100 milyon ton yük daşıyıb. Aynen. Zamanında olub. Sovetlər zamanında Spitak zəlzələsi olan dövrdə və bu da bir önəmli bir məsələdir ki, konfliktin ilk illərində zəlzələ olan vaxtı bütün Sovetlərin yardımı məhz Azərbaycan dəmir yolları üzərindən Ermənistana çatdırılmışdı. Sonra zamanla artıq infrastrukturun yenilənməsi məsələsi var, hərəkət tərkibinin yenilənməsi məsələsi var, rəqəmsallaşma məsələsi var, sadələşmiş keçid məsələsi var. Bir yox, tək Azərbaycan yox. Burada qonşu ölkələrin bu sinxron şəkildə iş məsələsi var. Sonradan Xəzərdəki deyək gəmi saylarının artırılması. Bu arada bu məsələyə biraz daha geniş danışmaq istərdim. Son aylarda Xəzərdə yeni gəmilərin tikilməsi ilə bağlı Azərbaycan demək Bakı Gəmi Qayırma Zavoduna özəl investorlar maraq göstərib və 10 yeni Ro-Ro tipli, yəni avtomobil daşıyan gəminin sifarişi 1 oldu. Sonra Körfəz ölkələrinin marağı artıb. Burada da Birləşmiş Ərəb Əmirlikliyinin Abu Dhabi Ports şirkəti 2 gəminin sifarişin elanı getdi və dünən də Qazaxstanın Samruk Kazina şirkəti, hansı ki Qazaxstan dəmir yolları və limanla əlaqəli işlərlə məşğuldur. Onlar da 2 gəmini sifariş etdilər. Yəni burada həm Azərbaycan, həmçinin də istehsalçı kimi də bu dəhlizin ehtiyaclarını ödəyən bir ölkə kimi də çıxış edir. Yəni biz həm istehsal edirik o gəmiləri, bu gəmilər həmçində bir hissəsi yük daşıyan kimi bizə dividend qazandıracaq, həmçində yaxın qardaş ölkə də bundan faydalanacaq. Bax, yaxşı bir məsələyə toxundunuz. Əslində bax bu yol boyu istehsalın inkişaf elətdirilməsi nəinki Azərbaycana da, digər ölkələrə də belə deyim də dividendlər gətirir. Bəs yaxşı, biz qeyd edək ki, bax məsəl üçün indi ümumiyyətlə belə bir statistik məlumat varmı ki, dünya üzrə məsəl üçün nə qədər yük daşınır və indiki halda bizim indiki gücümüzlə nə qədər qəbul edə bilərik və bizə nə qədər qəbul etmək lazımdır ki, biz heç olmasa belə deyim də dividendə çıxıb gəlir əldə edək də ondan.
Dünya üzrə konteyner daşımalarında səhv etmirəmsə Şanxay limanında 18 milyon 20 futluq konteyner daşınır. Bunun bir 90%-dən çox hissəsi dənizlə daşınır. Quru ilə hal-hazırda biz ötən il 100 mininci konteynerin qəbulunda iştirak etdik. Yəni Onda proses gedir də. proses gedir və bizim liman 2018-ci ildə Ələtdə artıq istifadəyə veriləndə limanın buraxılacaq gücü 15 milyon ton yük, 100 min konteyner. Bax 25-ci ildə o 100 mini biz qəbul elədik. Pikə gəlib çıxdı. Və liman öz daxili investisiyaları hesabına bunu 50% artırdı. İndi hal-hazırda limanın qəbul imkanı 154 min TEU konteynerdir və növbəti hədəf bu günlərdə elə İtaliya istehsalı olan 150 ton yükü götürə bilən kran quraşdırıldı 7-ci körpüdə. Növbəti hədəf 260 min TEU-ya çatdırmaqdır. İkinci faza üzrə isə bunu 500 minə, yəni bizim strateji xətt üzrə qoyulmuş hədəfə doğru gedirik və düşünürəm ki, bu artan dinamika ilə bu təkcə Ələtdir. Bunun hələ 134 mini Hövsan limanı da qəbul imkanı var. İşləyir o limanı. İşləyir, biraz da əl gəzdirmək lazımdır ki, daha aktiv olsun. Sonra yeni limanımız var. Orada hələ həcmlər 15 mindir. Zirə limanı. O da dərin sulu limandır. Düşünürəm ki, bu həm şaxələndirmə yönündə vacibdir ki, bir liman yox, bir neçə. Əsas liman Ələtdə yerləşəndir. Digərləri də yenə də o yükü parçalanmış şəkildə qəbul edə bilər. Yəni bizim imkanlarımız bu mənada artan yükə uyğundur. Yük artacaqsa biz də ona uyğun infrastrukturumuzu təkmilləşdirəcəyik. Məsələn elə bir nüans ola bilərmi ki, məsələn yükü biz sizdə əvvəlcədən biz eləməsəydik bunu, bu yük, yəni o boyda yükü qəbul edə bilməzdik də belə baxanda. Yəni o yol olmalıdır ki, birincisi, sonra o daşınmalarda başlasın getməyə. Yəni hal-hazırda bax indi biz indi Ələti deyirik də, indi Ələt ən böyüklərindən biridir. Orada inkişaf nə gedir? Gələcəkdə nə planlayırlar orada? Nə boyda artacaqdı onun həcmi? Ümumi elan olunmuş layihələr var, amma korrektlər olunacaq. Bunun da obyektiv səbəbləri var. Elan olunmuş layihələr ikinci faza üzrə 25 milyon ton yük, 500 min TEU konteyner. Amma bölgəmizdə baş verən hadisələr prosesləri biraz dəyişir. Yəni sürətləndirir, bəzi məqamlarda prioritetləri dəyişir, yüklər hansı yükə uyğun olaraq hansı layihəni daha sürətli icra etmək olar, bunu düşünürəm ki, prioritetlər dəyişə bilər. Hal-hazırda Ələt limanına məsələn son illərin trendləri səpkili yüklər artırdı. Yəni gübrə məhsulu artırdı. Bunun üçün gübrə terminalı tikildi. Bundan sonraki hədəflərdən biri taxıl terminalı tikməkdir. Bu həmçində Ələtin qitənin qida təhlükəsizliyindəki rolunu qabardır. Əslində bir tərəfdən gəliri bir qırağa qoyaq, yəni siyasi gücü çox böyükdür. Bu dəqiqə baş verən hadisələr fonunda bunların əhəmiyyətini qabardaq. Hörmüz boğazında dünyanın 30% gübrəsi oradan gedir. Və orada o gübrənin çıxmaması dünyada gübrə məhsuluna ehtiyacı artırır. Mövcud olan həm qiyməti artır, həm də ona maraq artır. Yəni bizdə tək Azərbaycanın gübrəsi deyil. Burada Türkmənistanda, Qazaxstanda, Özbəkistanda, yəni Mərkəzi Asiyadan gələn axını və tək Azərbaycan, Cənubi Qafqaz yox, həmçində Mərkəzi Asiya ölkələrinin də dəhliz ölkələrinin dünyanın istehlak zəncirində rolu artır. Qida təhlükəsizliyində rolu artır. Digər mövzu enerji daşıyıcılarıdır. Neft məhsullarıdır. Yenə də Hörmüz boğazına baxaq. Burada bloklanandan sonra düzdür, həcmlər həddən artıq böyükdür və əsas alıcılardan biri Hindistandır, Çindir, birinci Çindir, sonra Hindistandır və sonra Avropa ölkələridir. Şaxələndirmə yönündə onlar da qərar verir. Məsələn, son məlumatlardan biri İrandan dəmir yolu ilə Mərkəzi Asiyanı keçməklə Çinə neft məhsullarının daşınması xəbəri getdi. Düzdür, həcmlər
hiss olunan dərəcədə aşağıdır. Yəni dənizdən daha çox daşımaq olur. No, aydın məsələdir. Amma bu Mərkəzi Asiya ölkələrinin neftlə zəngin olan ölkələrin də əhəmiyyətini artırır. Onlar da hardan daşıya bilər? Bunu daşıya bilər Azərbaycan üzərindən. Həm Səngəçal terminalından, həmçində dəmir yolu üzərindən yenə də üzü həm Qara dənizə, həm də ki, deyək Bakı-Tbilisi-Karsla Türkiyə istiqamətinə və Avropaya. Yəni bu mənada bu gün bölgədə yolların əhəmiyyəti 1-ə 5 artıb. Və bu yollarla daşınan məhsulların da əhəmiyyəti fərqli qitələr üçün, fərqli ölkələr üçün tamam müstəsna bir əhəmiyyətə sahibdir. Düşünürəm ki, bu mənada biz zamanında qurduğumuz infrastrukturun bu gün əhəmiyyətini daha çox hiss edirik. Orada bir dənə bax Amerika Birləşmiş Ştatlarının İran arasında müharibə başlayanda mən fikir verdim, ərəb ölkələrində müəyyən danışıqlar gedirdi ki, biz nəyə görə bu hissədən borularla, digər yollarla alternativ olaraq çəkməmişik. Onlarda var alternativ. Orada var idi köhnə borular, hansılar ki fəaliyyət göstərmir. Amma işlək borular hal-hazırda Səudiyyə Ərəbistanının şərq-qərb marşrutu üzrə olan neft kəməridir, hansı ki Fars körfəzindən əlaqələnir Qırmızı dənizi 7 milyon barel illik ötürə bilir. Onların da demək olar ki 16 milyon bareldə Hörmüzdən keçir. Sonra var Kərkük-Ceyhan demək boru kəməri, hansı ki 50 ildir fəaliyyət göstərir. Onun da hal-hazırda 200-250 min barel günlükdür. Yəni bu da müqayisədə çox aşağıdır. Planlar var İraqdan üzü Suriya limanlarına, İraqdan üzü İsrail limanlarına çıxış, amma bu da vaxtdır. Yəni bu gün bu dəqiqə işlək 2 boru kəməridir. Həmçində Birləşmiş Ərəb Əmirlikliyinin Omana çıxışı olan bir boru kəməri var. Onun da həcmləri aşağıdır. Yəni bu hər bir krizis yeni fürsətlərdir. Bugünkü krizis ciddi dünya bölgə qarşısında diversifikasiya, şaxələndirməni bir şərt kimi qoyur. Bizə sanki bir oyadır hamını ki, baxın. Yəni ənənəvi yol ucuz idi, daha çox daşımaq olurdu, amma risklər çıxanda o ənənəvi artıq bloklananda bunun alternativlərinin olmaması başqa bir fəsadlar yaradır. Ona görə hər bir ölkə düşünürəm ki, öz diversifikasiyası barəsində düşünməlidir və Azərbaycan bu mənada Zəngəzur dəhlizi məhz bizim diversifikasiyamızdır. Yəni bizim Transkafqaz magistralımız var idi. Ələtlə Poçini əlaqələndirən, onun şaxələndirməsi Bakı-Tbilisi-Kars dəmir yolu idi. İkinci ən önəmli şaxələndirmə isə Zəngəzur dəhlizidir. Hansı ki Ələtdən başlayır, Karsda bitir. Bu Azərbaycana əgər qayıtsaq, baxın, bu Zəngəzur dəhlizi, hansı ki paralel olaraq indiki Gürcüstana gedən dəhlizdən. Yəni bax bunun biz keçən dəfə üstünlüklərindən təbii ki danışdıq. Üstünlükləri var və bəli bizə verəcəkdir. Sadəcə olaraq bu nə vaxtda bu demək Bakı-Tiflis yolu kimi, yəni belə deyim də, yük götürmə qabiliyyəti olacaqdır. Bakı-Tiflis qədər olmayacaq ilkin mərhələdə. Çünki Zəngəzur dəhlizi 15 milyon ton yükü nəzərdə tutursa, Bakı-Tiflis yolu artıq 30 və bəzən düşünürəm ki 40 milyona qədər daşıya bilər. Hələ Gürcüstan hissəsi 48 milyondur. Yəni Gürcüstanın şərqlə qərbi əlaqələndirən yol yeni genişləndirmə, modernizasiya işlərindən sonra bu rəqəmə gəlib çıxıb. Qarsın isə üzü Ankara istiqamətində olan yolun 2029-cu ilə modernləşmədən sonra ikinci xətt elektrifikasiyadan sonra 20 milyona çıxacaq. Yəni Bakı-Tbilisi-Kars 5 milyon, Zəngəzur dəhlizi 15 milyon. Bu tərəf 20 milyondursa, digər tərəf 2 dəfə daha çox. Bəs yaxşı, bu deyək ki, məsəl üçün də biz bunu yük daşımanı belə deyim də, indi hazırki dövrdə təkcə dəmir yoluna eləmirlər də, bunu həm də
tırlarla, digər yollarla daşıyırlar. İndiki hazırki bizdə yollar, yəni ona hazırdırmı? Məsələn, daha böyük yüklər qəbul etməyə? Bizim yollar demək olar ki, hazırdır. Müəyyən hissələr var ki, sırf Zəngəzur dəhlizi istiqamətində Ələtdən deyək ki, Horadizə qədər olan hissədə müəyyən tikinti işləri gedəcək avtomobil yolları üzrə, amma Horadizdən Ağbəndə müasir avtoban tikilib 6 zolaqlı. Demək Naxçıvan ərazisində 4 zolaqlı tikilib. Düşünürəm bəzi yerlərdə ola bilər təkmilləşdirmə işləri görülə bilər. Türkiyə ərazisində də bu işlər bitib demək olar. Avtomobil yolları üzrə düşünürəm ki, işlərin çox hissəsi görülüb. Gürcüstan ərazisində bəzi layihələr hələ qalıb. Yəni Tiflisdən üzü Azərbaycan sərhədinə olan isə hələ ki 2 zolaqlıdır. Ötən ay, daha doğrusu ötən il belə bir xəbər yayıldı ki, tender elan olundu, sonra ləğv elədilər, sonra yenidən tender elan etdilər ki, Tiflisdən üzü Azərbaycan, Tiflisdən üzü Ermənistan sərhədinə qədər olan yolların 4 zolağa uyğun təkmilləşdirilməsi və orada 640 milyonluq bir 51 kilometri Tiflis dairəvi yolunun tikintisi də nəzərdə tutulub. Bu da Tiflisə daxil olmadan avtomobil trafikin şəhərdən kənara çıxartmağı özündə ehtiva eləyir. Yəni bu işlər müəyyən hissələrdə qalmaq şərti ilə ümumi tamamlanmış hesab etmək olar. Naxçıvanda bu dəqiqə yollarla bağlı, infrastrukturla bağlı vəziyyət nə yerdədir? Yəni köhnə dədə-baba bildiyimiz dəmir yollarıdır, yollardır, yoxsa yəni həqiqətən yenilənmə var orada hazırda? Naxçıvan dəmir yolları ilk olaraq 1908-ci ildə açılıb. Bu İrəvan, Uluxanlı, o vaxt Noraşen, indiki Şərur, Naxçıvan, Culfa dəmir yolu idi. Bu digər istiqamət, Ələtdən Culfaya olan istiqamət isə 1941-ci ildə Lend-Lizlə bağlı açılıb. Bunda Antanta ölkələri Sovet hökumətinə yardım edirdi ki, Alman qoşunlarının işğalının qarşısını alsın və bu yollar yetərincə böyük bir dövr keçib, bunu təkmilləşdirməyə ehtiyac var və bu yöndə də qərar da var. İlkin olaraq Ordubaddan üzü Ermənistan sərhədi istiqamətində tikinti işləri başlayıb. Mövcud xətt 188 kilometrlik bir xəttdən söhbət gedir. Onun təkmilləşdirilməsi gündəmdədir və düşünürəm yaxın zamanlarda artıq aktiv işlər başlayacaq. Bəs indi hal-hazırda onda iş görülmür Tikinti gedir Ordubaddan üzü Salam Mələk stansiyasına. Bir dənə gedir orada. Orada gedir. Bax, məsəl üçün, bu dəqiqə hal-hazırda çox böyük infrastruktur işləri Qarabağın özündə gedir də, belə baxanda. Qarabağda bax, bildiyimiz hansı ki, Zəngəzur yolu aydın məsələdir, boyu tikilir. Bəs nəsə ona paralel nəsə bir şey, alternativ kimi və yaxud da o yola qoşula biləcək nəsə əlavələr, tikintilər gedir, yoxsa sadəcə olaraq bir yol üzərində qalacaq? Transkafqaz dəmir yoludur. Hansı Transkafqaz? Ələt-Poti. Ələt-Poti, hə. Yox, bunu qoyuram qırağa. Sualınızın cavabı gəlir. Onları əlaqələndirən yol olmalıdır. Yəni, Gürcüstan istiqaməti, Ermənistan istiqaməti, bunların tən ortasında Qarabağ və Şərqi Zəngəzur yerləşir. Və orada Yevlaxdan Ağdam, Xankəndiyə dəmir yolumuz ki var, hansı ki Ağdama kimi tikilib, Xankəndi çox güman bu ilin sonuna kimi hər halda istifadəyə veriləcək. Ağdam hazırdır, deyil mi? Bəli, Ağdama hər 6-cı gün qatar hərəkət edir. Nə gözəl. Mən tövsiyə eləyərdim ki, gedəsiz və çox müasir İsveçrə istehsalı olan qatarlar hərəkət edir. Super, digər istiqamət üzrə demək VTG stansiyasına Bəhrəmtəpədən üzü Ağcabədiyə qədər olan dəmir yoludur. Bu Ağcabədi ilə Ağdamın əlaqələndirilməsi Ağcabədinin baş planında bu qeyd olunub. Bu bizə nə verəcək? Bu iki dəhlizi əlaqələndirəcək. Müəyyən risklər olanda artıq Hacıqabulu görmədən buradan getmə imkanı yaradacaq və yaxud əksinə bu istiqamətdən cənubdan gələnlər üzü Qaradənizə ikinci bir çıxış əldə edəcək. Həmçində Qarabağda yeni bir istehsal müəssisələri yaradılır. Onların da xarici bazarlara, xarici limanlara çıxışı
artıq daha qısa çıxışı təmin olunacaq. Belə baxanda hər iki tərəfə çıxış gedə biləcəklər. Bu bir dənə siz mən həmişə düşünürəm, sadəcə olaraq fikirləşirdim ki, bu Zaqatalaya gedən yol var da, yəni hansı ki, yəni Yevlax Balakən. o tərəfdən də niyə bir dənə əlavə yaratmırlar yol kimi, yoxsa çox qəlizdir orada? Yox, orada da var. Dəmir Gürcüstanın da yolu. Depritskaro rayonuna qədər dəmir yolu var. Orada 40 kilometrlik məsafədir. Mən bunu dəfələrcə səsləndirmişəm. Belə fürsət düşmüşkən yenə də səsləndirmək istəyirdim ki, bu yol əlaqələndirməsi vacibdir. Yəni biz Gürcüstanla bir yox, iki yola sahib olmalıyıq. Avtomobildə olduğu kimi dəmir yolunda da ikinci yolun olması bir üstünlükdür. Niyə də yoxdur? Yəni nə qədər çox yolumuz olarsa, bir o qədər biz risklərimizi minimumlaşdırarıq. Bir o qədər biz bölgələrimizi beynəlxalq layihələrə, dəhlizlərə inteqrasiya eləyərik. Yəni yol varsa həyat var, ticarət var, aktivlik var və bu yol boyu logistika mərkəzlərinin yaranması yaxın gələcəkdə gündəm mövzusu olacaq. Bu yol boyu istehsal sahəsi gündəm mövzusu olacaq. Çünki dünyadakı risklərdən dolayı istehsal lokasiyası dəyişir. Bizim ətrafımızda artıq bu müşahidə olunur. Türkiyədə də müəyyən Çin istehsalçıları istehsala başlayıblar. Qazaxstanda müəyyən istehsalçılar həm Avropa, həm Çin və digərləri və biz tən ortadayıq. Yəni Cənubi Qafqaz burada yetərincə çox yaxşı yerdə yerləşir. Bakıdan Londona uçuş 6 saatdır. Bakıdan Pekinə uçuş 6 saat 25 dəqiqə. Düz ortadadır. Yəni burada nəqliyyat qolunuz nə qədər qısa olursa, nəqliyyat xərcləriniz bir o qədər azalır və riskləri də optimallaşdırmış olursunuz. Baxın, o Zaqatalaya onda gedən yol orada birbaşa Yevlaxdan gedir də, Yevlaxdan ayrılır. Məsəl üçün mən həmişə sizdə hansı tərəf maraqlı idi? Niyə də yox bu Yevlaxdan yox, bir paralel olaraq məsəl üçün Şamaxı, digər bu rayonları da hansı ki şimal rayonlarımızı birləşdirən bir yol olardı. Orada avtomobil yolu tikilir və bəli, avtomobil görürəm. Orada da sürüşmə zonasıdır. Hə, çətindir orada eləmək. Zamanında Azərbaycan dəmir yolunun tarixinə baxanda Zərdabinin dövründə belə bir fikirlər olub. Amma o zamanda optimal marşrut dağlıq yox, düzənə doğru çəkilib. Yəni həm dağlıq relyef olması bu süni qurğuların sayını artırır. Digər tərəfdən düzənlə dağlığın tamam həlləri fərqlidir. Yəni daha baha başa gələcəkdir. O zaman indi bu dəqiqə hələ ki avtomobil yol tikilir və orada müəyyən sürüşmə riskləri var. Avtomobil yolu tikintisində biz bunu artıq görürük və əlavə bənd bərkitmə işləri görülür. Dəmir yolu avtomobil yolundan daha baha başa gəlir. Hə, elədir, bilirəm. Düzdür. Dəmir yolu sonradan özünü daha çox doğruldur. Çünki eyni anda daha çox yükü daşıyırsa. Düşünürəm ki, biz olanımızı daha da səmərəli istifadəsi yönündə fikirləşməliyik. Yəni stansiyalarımızı uzatmalıyıq. Stansiyaların müəyyən yollarının sayını artırmalıyıq. Rabitə işarə vermə xidmətin rəqəmsallaşdırmalıyıq. Yəni bu çox vacibdir. Həm sərnişin, həm yük qatarlarının hərəkəti optimal şəkildə təşkil olmalıdır. Çünki yük önəmlidir, amma sərnişin o demək deyil ki, önəmli deyil. Yəni daxili mobillikdə qatarın verdiyi komfortu vermir avtomobil Mən çox vaxt elə uzun məsafəyə gedəndə bunu daha çox hiss edirsən və düşünürəm ki, bunlar optimal şəkildə təşkil olmalıdır. İndi hal-hazırda bax Yevlaxdan Zaqatalaya gedən yol faktiki olaraq deməli Yevlax oradan ayrılır, hansı şəhərlərin üzərindən keçir? Şəki, Qax, Zaqatala, Balakən. Sadəcə stansiyalar biraz şəhərdən aralıdır. Məsələn, Şəkidən biraz aralıdır, Qaxdan biraz aralıdır. Zaqatala da artıq biraz yaxınlaşır və Balakəndə də yaxınlaşır. Yox, amma mən əslində yaxşı bir məsələyə toxundunuz. Bax, biz bəli yüklərə bir dəqiqə diqqət onadı. Amma çox rahat olardı ki, müxtəlif istiqamətli şaxəli bir yollar olsun və
istədiyin yerə çox rahatlıqla gedib gələ biləsən. Yəni Bu olsun da daxili mobilliyə birbaşa müsbət təsir edəcək. Yəni bizdə belə alınır ki, hər şey Bakının üzərindəndir. Yəni şimaldan cənuba birbaşa gecə reysləri açılması vacibdir. Yəni Xaçmazda yaşayan insan Bakını keçməklə Lənkərana getmə imkanı olur və yaxud da əksinə. Və yaxud Balakəndən üzü cənuba, Böyükəsikdən üzü şimala. Yəni bunlar üçün hərəkət tərkibləri alınmalıdır və mövcud dəmir yolu bizdə elektrik təchizatı uzun illər sabit cərəyanlıdır. İndi keçirik dəyişən cərəyana. Bu da xərcləri optimallaşdırmaq üçün vacibdir ki, 20% daha ucuz olur öyle. Daha ucuz daşıma imkanı yaradır. Hal-hazırda Hacıqabula kimi bu işlər görülüb. Düşünürəm gələn ilə artıq Bakıya qədər çatdırılacaq. 28-ci ilə nəzərdə tutulub üzü Rusiya sərhədinə. İlkin olaraq şimaldan qərbə doğru bu marşrut, hansı ki tam elektriklənmişdi, bunu tam dəyişən cərəyana keçirib. Buna uyğun bizim artıq 50 lokomotivimiz var. Amma gələcəkdə ümumi ölkənin digər hissələri də elektriklənməsi və dəyişən cərəyana keçidi nəzərdə tutulub. Bu da yeni lokomotiv alınması, buna uyğun hərəkət tərkibinin alınması vacib edir. Bu belə deyim də, büdcə baxımından çox resurs tələb eləyir də, düzdür? Bu büdcə baxımından resurs tələb eləsə də özünün doğruldandır. Yəni bu həm ölkə daxili sərfəli olur da sonra. Həm ölkə daxili məsələdir, həm də Azərbaycanın önəmi artıq qitələrə əlaqələndirən bir dövlət olaraq qalxırsa, hər yatırılan yatırım özünü doğruldacaq. Yəni bizim üzərimizdən yüklər dayanmamalıdır, sərnişinlər dayanmamalıdır. Biz indi daha çox yüklərdən danışırıq. Mən bir dəfə araşdırma aparırdım ki, uzaq şərqdən multimodal olsun. Uzaq qərbə getmək üçün bizim marşrutla neçə qatarla getmək olar? Sərnişin qatarları ilə. Və gördüm ki, orada bir neçə qatar dəyişməlisiniz. Məsələn üçün Pekindən Urumçiyə qədər bir qatar var. Almatıdan Urumçiyə bir qatar var. Aktaudan Almatıya digər qatar var. Bakıdan indi bizdə bağlıdır və düşünürəm ki, bir qatar alınmışdı, amma hələ ki istifadə verilmir. Bakı-Ankara qatarı, hansı ki yeni müasir Stadler yataq tipli çox gözəl qatar almışdı. Onun istifadəyə veriləndən sonra Ankaraya, düşünürəm onu hətta uzatmaq olar İstanbula. İstanbulda Şərq Ekspresi adında zamanında olmuş Agatha Christie'nin vaxtında olan Paris-İstanbul. Bunu təzədən bərpa edirlər. Bu var və Eurostar, hansı ki La Manche'ın altından Parislə demək Londona əlaqələndirən qatar var. Amma bunları hamısını uzlaşdırıb, optimallaşdırıb bir-iki qatarla bunu Xəzərə qədər və Xəzərdən sonra etsək, niyə eləmək olmaz? Yəni bu əsas yolun olsun və hərəkət tərkibin olsun. O biraz onun da belə deyim də, kim ki sevir bunu əslində qatarla səyahət etməyi, onlar üçün sizi inandırım sevənlər çoxdur. Bu gün Avropada gecə qatarlarının renesans dövrüdür. Avropada bu yaşıl gündəlik mövzusu gündəmə gələndən sonra 2015-ci ildən sonra tullantıların emissiyasının azaldılması, ekoloji cəhətdən təmiz növlər. Orada da ən çox tullantını verən hava nəqliyatıdır, təyyarələrdir, gəmiçilikdir və Avropada elə qərara gəldilər ki, 3 saatlıq uçuşları optimallaşdırsınlar və yönləndirsinlər dəmir yoluna. Zamanında ləğv olunmuş gecə qatarlarını təzədən bərpa edirlər. Və Budapeştdən üzü Almaniyanın Berlini, Stuttgartı görməklə Parijə və yaxud digər bir marşrut Antwerpeni, Rotterdamı görməklə üzü yenə Parij və digər istiqamətlər üzrə Zürixdən deyək ki, üzü Berlin istiqamətində olan, sonradan Milanla zamanında Gotthard baza tuneli açılmışdı 57 kilometr. Bu da şimal-cənub koridoru üzrə Avropada yeni marşrutlar. İndi 62 kilometr Brenner tuneli tikilir. Bu da yenə də avtomobil nəqliyyatından uzun müddətli
avtobusların səfərlərindən və emissiyası çox olan növlərdən dəmir yoluna yönləndirmək hədəfi ilə bunlar qurulur. Əslində belə baxanda daha uzun ömürlüdür avtobuslardan, digər nəqliyyatlardan. Həm də ki çox rahatdır. Mən Bəli. özüm də belə deyim də ezamiyyətə məni göndərəndə adətən deyirdim ki, məni qatar var, sonra qatarla göndərin. Mən gedim çünki Bizdə rahat dincəlirdim, iki eləyirdim. nümunəmiz var. Gecə qatarımız hal-hazırda fəaliyyət göstərən Bakı-Balakən və gündüz qatarlarımız gündəlik Bakı-Qazax, Bakı deyək ki Qəbələ, Bakı-Ağdam fəaliyyət göstərir. Düşünürəm hər ikisini sınamağa dəyər, amma mən məsələn gecə qatarlarına daha çox xoşlayıram, çünki vaxtı optimal istifadə etməyə imkan yaradır. Bütün gecəni yolda olursan, işini görüb elə bil hostel kimi istifadə edə bilirsən. Eyni qatarla da qayıda bilirsən. Elə də çox rahatdır. Mən dəfələrlə istifadə etmişəm. Mənim çox xoşuma gəlir əslində elə səyahət. Baxın, bax biz indi faktiki olaraq bizim bu belə deyək də Gürcüstan üzərindən bir dəqiqə çıxış var da. Hal-hazırda ümumiyyətlə Ermənistana gedən təkcə digər yolları işə salmaq barədə nəsə bir işlər gedirmi? Yəni Bizim tərəfdən. Bəli, bizim tərəfdən. Bizim tərəfdən hələ bir iş getmir. Niyə? Çünki obyektiv səbəblər var. Birincisi Azərbaycan-Ermənistan arasında olan 1700 kilometrlik sərhəddə cəmi 12.9 kilometr delimitasiya olunub. Bu şimal hissə delimitasiya olunub da demək olar ki, Qazax istiqaməti. Qazax istiqaməti bəli. Və həmin hissədə bizim anklavlar var idi, hansı ki 8 kəndimizdən biri Kərki, 7-si isə Qazax istiqamətində olanda onların 4-ü qaytarılıb, 3-ü qalıb. Bax o 3-ünün ikisindən isə Sofulu və Bərxudarlıdan həm avtomobil, həm dəmir yolu keçir. Bu Qazaxdan İcevana gedən dəmir yolu ki var ha. Bax o kəndlərdən keçir. Birinci o kəndlər qaytarılmalıdır. Sonradan Qazaxdan Bərxudarlıya 18 kilometrlik dəmir yolu bərpa olunmalıdır. Yəni mövcud reallığa uyğun yenilənməlidir. Ondan sonraki isə daha mürəkkəbdir. Əslində orada Ermənistan daha çox sərf edir onu beləmi? Sərf edir, indi ona da gətirirəm, çıxardım. Ermənistan tərəfi tez-tez bunu səsləndirir. Ermənistanın Qazax, İcevan, Dilican üzü İrəvan istiqamətində olan dəmir yolunun 2010-cu ildə torpaq sürüşməsi baş verib, müəyyən hissələri dağılıb, kontakt şəbəkəni söküblər. Onların bərpası dəyərləndirir 500 milyon dollar. Və bizim üçün prioritet, yəni biz bütün yolların açılmasının tərəfdarıyıq, amma prioritet Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi açılması məsələsi ilə sinkron olaraq Sədərəkdən üzü Yeraxsa, həmçinin də Türkiyə istiqamətindən Gümrüdən üzü Qarsa olan dəmir yolları eyni anda açılacaq. Növbəti mərhələdə Qazaxdan üzü İcevan və digər istiqaməti Dilican istiqamətinə dəmir yolu açıla bilər. Sadəcə bu məsələ bir hissəsi delimitasiya, sülh müqaviləsi, delimitasiya və ikinci hissəsi maliyyə məsələsidir. Yəni Ermənistan dəmir yolları Rusiya dəmir yollarının törəmə şirkətidir. Cənubi Qafqaz dəmir yolları. Və burada da iki hissəyə ayıraq. 2025-ci ilin avqustundan sonra Zəngəzurdan keçən hissə TRIP adlanır. Trump adına sülh və inkişaf yolu. Bəli. Və o hissəni, əməliyyat hissəsi Amerika və Ermənistan şirkəti icra edəcək. Həm tikintisin, həmçinin də istismarın. Amma Ermənistanın digər hissələrinin dəmir yolunu isə 2008-ci ildən YUKJD, yəni Cənubi Qafqaz dəmir yollarının tabeliyindədir. Konsesiya müqaviləsi ilə 2038-ə qədər 10 il artırma şərti ilə ötən illərdən belə bir fikir səslənirdi Ermənistanda. Bu konsesiyanı yaxın ölkələrə təklif edə bilərlər. Bu ölkələr yəni Rusiyadan alınsın, tutalım, verilsin Qazaxstana ya Birləşmiş Ərəb Əmirliyinə ya Qatara. Qazaxstanın adı daha çox hallanırdı və bu məsələ hələ ki açıqdır. Ya Rusiya tərəfi aktiv olaraq investisiya etməlidir, bunları yolları təkmilləşdirməlidir, ya da ki bu Rusiyaya aiddir də onların dəmir yolları.
İndi konsesiya götürüb, amma konsesiyanın şərtlərini əgər icra etməsələr, konsesiyanı verən tərəf onu bir tərəfli qaydada xitam verə Konsesiya bilər. deyəndə nə nəzərdə tutursunuz? Yəni Nədir konsesiya? konsesiya siz öz tabeliyinizdə olan infrastrukturu verirsiniz investora. İnvestor öz pulu hesabına onu inkişaf elətdirir, qazanc əldə eləyir və onun mənfəət vergisini sizə ödəyir. Ha, ödəyir elə. Ha, faktiki olaraq onlar işlətməyə veriblər də belə. Bəli. Çox maraqlıdır. Bəs belə deyim, siz orada mən siz həmişə bu SSR-nin xəritələrinə baxırdım da. Həmişə belə deyim də Yerevandan gələnlər gedirdilər burada Naxçıvan üzərinə gedirdilər belə deyim də Moskvaya. Əsas yollardan biri idi də o əvvəl. Bakıdan gedirdilər. Hə, Bakıdan, hə. Yəni nə nəzərdə tuturam? Demək istəyirəm ki, o vaxtı, yəni keçilməz yerlər var idi ki, onlar keçə bilmirdilər. Bu məsələn Zəngəzurun Ermənistan tərəfdə olan hissəsi də o hissə çox dağlıqdır. Yəni orada heç cürə, yəni belə deyim də, dəmir yolu qurmaq mümkün deyil. Dəmir yol qurulmuşdu 41-ci ildə. Siz hansı hissəni deyirsiniz? Bax indi Naxçıvanla Azərbaycan arasında qalan hissə var, hansı şey? Elə oradan dəmir yolu olub da. Düz Dəmir Araz yolu. çayının düz böyründən dəmir yolu ən optimal variant oranı seçmişdi zamanında Sovet mühəndisləri də. Bunun da çox sadə bir mühəndisi izahı var. Yəni Araz vadisi saydığımız ərazi dəniz səviyyəsinə 380 metr yüksəklikdə yerləşir. Amma Zəngəzur silsiləsi hansı ki gəlir çıxır Biçənək perivalı deyirik, aşırımı Şahbuz rayonu. Orada 2000 metr dəniz səviyyəsinə kimi qalxır. Bəs belə deyim də Ermənistan məsəl üçün İranla danışıb tunellə eləyə bilməzdi heç cür özü üçün oradan yol. 2007-8-ci ildən sonra konsesiya götürmüş Rusiya tərəfi 2017-də belə bir fikir səsləndirilmişdi ki, Göyçə gölündən demək, orada bir stansiya var. Fioletovadan ya Martuni stansiyasından bunlar çəkməli idilər dəmir yolu üzü Ermənistan-İran sərhədinə. Belə bir fikirsə, ikinci layihə isə Fioletovadan, yəni Dilicandan üzü Vanadzora, yəni deyək ki, iki xəttləri var. Biri Azərbaycan sərhədinə çıxır, digəri Gürcüstan sərhədinə. Bunları əlaqələndirən İrəvanı görmədən bir marşrut planda vardı. 20 kilometrlik bir tunel tikilməlidir. Amma sonradan bu layihə effektiv sayılmadı. Bunlar ikisi də həm də İran tərəfi də maraq göstərmədi. Çox bahalı gəlirdi. Bəli. Dağlardan neredeyse 5-6 milyard pul lazımdır ora tikinti üçün. Belə baxanda böyük pul da deyil. Baxır hansı dövlət. Yox, razıyam onu. Sadəcə olaraq siz bu fikirləşirəm əhəmiyyəti baxımından, yəni eləyə bilərdilər də, yəni ona belə baxanda. Alternativ bu tərəfdən varsa ona kimdir yatıran. Və amma digər tərəfdən bizim üçün mən təbii ki ondan digər sonra tərəfdən deyirəm, siz dediyinizin başqa variantı hal-hazırda icra olunur. Ermənistanda 2009-cu ildən şimal-cənub avtomobil yolu tikilir. Gürcüstan sərhədindən İran sərhədinə bütün Ermənistanın ərazisindən keçən bir avtomobil yolu tikilir. Ötən günlərdə 84 kilometrlik bir hissə təhvil verildi. Ümumi yolun 15% bu illər ərzində bu son məlumatla tikilib. Onun Zəngəzurda olan hissəsi hal-hazırda İran şirkətləri o tunelləri tikir. Hardaysa 8 kilometrlik bir tunel olmalıdır. Agarak deməli Kacaran-Agarak layihəsi gedir. Düz İran sərhədinə gəlib çıxır və tunel və estakadalar hal-hazırda tikilir. 29 demişdilər, amma ola bilər ki, vaxt biraz uzansın. Yəni 2030-a, 31-ə çəkə bilər. Bəs mənim yadımdadır ki, orada onların keçidində həqiqətən böyük çətinliklər var idi. Orada müharibə vaxtı hətta biz müharibədən sonra biz gördük ki, Azərbaycan müəyyən sərhəd məntəqələrini qururdu. Düz yollar kəsilirdi ortasında sanki. Azərbaycan nəzarətindən olan ərazidən keçirdilər və sonradan onlar həmin istiqamətdə bir dağlıq yol Tatayev deyilən ərazidə çəkdilər, amma avtomobil yollarının çətinlik çəkir oranı qalxmağa. İndi belə bir qərar verilib ki, yeni yol çəkirlər şimal-cənub
marşrutu üzrə hələ ki tikinti gedir. Yəni Məlumdur elə nə vaxt qurtaracaq. o bitəndən sonra da düşünürəm ki, bu belə bir termin var. Bir-birini tamamlayan şaxələndirmə. Yəni yollarımızın çox olması bölgədə bu bizim üstünlüyümüzdür. Üstünlükdür. Zaten onsuz da Azərbaycan-Ermənistan sərhədi boyu Xudafərindən Laçına, Laçından Kəlbəcərə, Murov dağının altından tunel tikməklə Gəncəyə çıxış imkanı verir və bu da Ermənistan sərhədinə çıxışların daha da çox olması həmən yoldan bu alternativlər formalaşdırır. Ermənistan tərəfdə də tikilən yol o bir yükü götürəcək, bizim tərəf bir yükü götürəcək. Nə qədər çox yolumuz olarsa, biz hər hansı yük daşıyana daha çox təklifimiz olar. Yük daşıyanlar üçün əslində çox şey lazım deyil. Yol olsun, sadələşmiş prosedur olsun və cəlb edici tarif olsun ki, bu yollardan istifadə edib öz yükünü daşıya bilsinlər. Əsas odan belə deyim də, müharibə, digər məsələlər olmasın ki, rahat keçid eləyə bilsinlər. Bəli. Orada baxın, indi biz məsəl üçün deyirik də, bu yaxşıdır, biz nəqliyyat sistemimizi genişləndiririk, hər şey eləyirik bunun üçün, yollardır, dəmir yollardır, digər hava yollardır. Bəs belə deyim də, bir dövlət özü olsa belə, o da bir şirkət kimidir də, böyük bir şirkətdir. Bunun sonra saxlanmaq xərcləri bunun çoxalmırmı getdikcə? Və belə deyim də, o gələn gəlir bunu qarşılayırmı? Məncə qarşılayacaq və bunun bir hissəsi də biznesin üzərinə düşəcək. Yəni bir müddət müəyyən kritik infrastrukturu dövlət qurursa, amma Ələt ərazisinə baxsaq, Ələt azad iqtisadi zonası qurulur. Böyük bir 400 hektarlıq bir bitib bu yoxsa hələ gedir? Birinci mərhələsi bitmək üzrədir. Artıq bəzi rezidentlər var. Bu il ərzində düşünürəm ki, ya da gələn il ilk rübündə kargo terminalının açılması da nəzərdə tutulub. Yəni hava limanının yük daşımasını köçürürlər ora. Iri olacaq, o da olacaq. Yeni liman tikilir orada. Siz mənə keçən dəfə dediniz, sadəcə olaraq mən onu həqiqətən başa düşmədim. Yəni hal-hazırda yüklər Heydər Əliyev belə limanına da, hava limanına daşınır. Oradan yük terminalı köçürüləcək Ələtə və tam hub konsepsiyası formalaşacaq. Bir tərəfdən avtomobil dəmir yollarının kəsişməsi, digər tərəfdən dəniz limanı, bu tərəfdən də kargo terminal, yəni hava daşımaları da imkanı yaradacaq. Burada da yəni rezidentlərə də müəyyən güzəştlər olunur. Düşünürəm biznes bu tərəfdən aktivləşdikcə dividendlər qazandıracaq. Yəni bu dəqiqə hal-hazırda belə deyim də, rezidentlər artıq var, işləyirlər. Orada fəaliyyət gedir hal-hazırda. Var. Və belə deyim də, baxın, indi hal-hazırda infrastrukturun Ələtdə qurulmasına dövlətmi ayırır bunu, yoxsa biznesmenlər mi daha çox maraq göstərir? Əsasən dövlət, amma biznesmenlər də fəaliyyət göstərir. Hansı sahələr üzrə, məsəl üçün də orada müəyyən siz deyirsiniz terminallar, müəyyən bir şey tikirlər də, nə sahələr üzrə hal-hazırda tikintilər gedir? Ümumiyyətlə genişləndirmə hansı sahə üzrə gedir? Ələt iqtisadiyyat zonası ümumiyyətlə necə olacaqdı? Yəni gələcək bir planı varmı onun? Bir genişat planı? Onu 3 mərhələ üzrə inkişafı nəzərdə tutulub. Məndə olan məlumata görə orada artıq birinci faza üzrə, yəni ilkin işlər görülüb və açılışı da olmuşdu. Müəyyən rezidentlər artıq formalaşıb, bəzi istehsal sahələri var. Düşünürəm orada biz əslində yolun üstündə yerləşdiyimizdən servisdən qazana bilərik. Yəni yükü gətirib burada çeşidləmək, bunlar əlavə iş yerləridir. Biz bunun üzərində fikirləşməliyik ki, bunu sürətli icra etmək olar. Sonradan müəyyən indi məndə olan məlumata görə limanda var, azad iqtisadi zonada da nəzərdə tutulub. Ambar təsərrüfatı, yəni yükü gətirib burada saxlayıb, bir müddətdən sonra onu artıq digər ölkəyə götürülməsi. Amma səhv etmirəmsə köhnə qaydalarla 15 gündən artıq saxlamaq olmurdu. Yəni burada saxlanılması özü bir əlavə dividend qazandırır. Dividend əlbəttə. Yəni pul ödəyir və bunu saxlayır.
ondan sonra haçan sərf edərsə, hansı dövrdə ona uyğun olarsa həmin sahibkara o yükü daşıya bilər. Hal-hazırda limanda müəyyən yerlər ayrılıb, amma azad iqtisadi zonada bu yerlərin daha da çox yaradılması nəzərdə tutulub. Əslində mən sizə yalnızca keçən dəfə verilişdə bildirdim ki, şirkətlər var idi, hansı ki mən tanıyırdım ki, məhsullarını saxlayırdılar Gürcüstanda, azad zonada. Saxlayırdılar və sən artıq sifariş edəndə daha tez gətirirdilər onu. Mən bilən, bax indi mən o vaxt hələ fikirləşirdim ki, niyə biz bunu eləmirik, niyə bizdə olmasın da bu. Ən azından belə deyək də, heç oradan o şirkətdən deyək ki, gəlir əldə eləmə. O zona, azad zonada da gəlir əldən bir şey eləmə. Ən azı insanlar işləyəcəkmi burada? Faktik olaraq işlə təmin olunacaqmı? Bu artıq böyük bir iqtisadi dividenddir də belə deyim ölkə üçün. Mən çox fikirləşdim, ələtdə elə qurulması bu ideya ilə qurulub və ələt məhz o yol kəsişməsindədir. İstənilən istiqamətdə, məsələn, yükü gətirib də burada saxlayıb da müəyyən müddətdən sonra fərqli istiqamətə daşınma imkanı yaradır və limanda işləyənlərin əksəriyyəti elə Ələt qəsəbəsinin sakinləridir. Bu əlavə həmən o dividend dediyimizin artıq ilkin təzahürlərini biz görürük. Rauf bəy, şeydən də görürük ki, bütün yollar Azərbaycana aparır artıq. Nə gözəl. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. Həqiqətən yenə maarifləndirdiniz, müəyyən bir sualları açdınız bizim üçün. Təşəkkür edirik. Mən sizə təşəkkür edirəm dəvətə görə və yaratdığınız imkana görə. Sağ olun, çox sağ olun.